Azərbaycanda martın 2-sinə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz, cənub-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq. Naxçıvanda gün ərzində bəzi yerlərdə sulu qar və qar yağacaq. Temperatur 0-6 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında hava yağıntılı olacaq, dağlıq rayonlara qar yağacaq, gündüz fasilə yaranacaq, gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 0-4, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər dağətəyi və dağlıq rayonlarda yollar buz bağlayacaq.